Oyun hakkında fikirləriniz? Oyun cümle belə deyim, çətin keçdi. Bu cür isti havada biraz çətinlik yaradır. Meydança xüsusi bir meydançadır. Həm buna baxmayaraq qələbə qazandıq. Sevincliyik. İndi milli konsesidir. Bəzi oyunçular milliyə gedir, bəziləri istirahət var. Yəni çox sevincliyik ki, belə bir qələbə ilə həm milli, həm istirahət çıxan oyunçularımız olur. Milliyə çağırılan futbolçular içərisində siz də varsınız. İlk dəfə çağırırsınız. Yəni fikirləriniz bu barədə? Çox sevincliyəm. Həqiqətən əsas milli komandaya çağırılmışam. Bir fəxrli bir qürur hissləridir ki, bayrağımızı təmsil edir. Mən də maksimum əlimdən gələni edirəm. İnşallah ki, yaxşı bir nəticələr var. Hazırlaşıb yolda oynanır, qələbə qazanır. Rəqiblər Haiti və Belarusdur. Siz özünüz məlumat toplamısınız, yoxsa məşq toplanışına yığılaşandan sonra məlumatınız olacaq? Açıqlasam yox, mən sizin məlumatım yoxdur. Yəqin bu məşq toplanışda məlumat verəcək məşqçi. O məlumat uyğunluğu hazırlayacaq. Samir Abbasov sonuncu oyunda sizin oyununuzu tənqid etmişdi. Ardınca da milliyə çağırılmışdı. Yəni bu ilk epizod təzən oynadı bəli. Yəni bu ikisinin arasında təzad var. Nəyə görə santrasyon? Baş məşqçidir əslində. Yəni heç bir müdaxilə edə bilmərəm. Müdaxilə edib mənəm. Şəxsi fikridir. Yəni hörmətlə yanaşıram. Məşqçidir. Yəni bildirə bilər, öz tənqid edə bilər yəni. Buna baxmayaraq mən yəni heç bir necə deyim, fikrimi yönəltməliyəm. Ancaq fikrimi qoydum, yəni şükürlər olsun ki, həmişə faydası var.